Penye ipsiz bir həyat təsəvvür etmədiyim üçün bu dəfə yeni bir penye iplə sizin qarşınızdayım. İlk öncə onu deyim ki, hər iki ipə 7 AZN ödəniş eləmişəm. Buna da. Bu bizim bildiyimiz klassik ənənəvi penye ipdir. Hətta belə bir içində düyünü də var və rənglər öz-özünə belə oynayır. Burada belə bir şey var. Rənglərin hər ikisini müştəri özü seçmişdi. Bu klassik ənənəvi penye ipimiz, bu isə yeni nəsil olan iplərdəndir, yeni penyelərdəndir. Ən sonda bunun markasını, kağızını sizə göstərəcəm, hardan əldə etdiyimi deyəcəm. İndi isə başlayaq səbət toxumağa. İlk öncə onu deyim ki, ip elastikliyi var, lakin nazikdir. Bu ipə nisbətən nazikdir. Mənim taxtalarım hər zamanki kimi özəl kəsimdir və əlimdəki milçə nömrəsi də 4 nömrədir. Başlayırıq toxumağa. İpin nazikliyindən başda tərəddüd etsəm də, hal-hazırda o qədər də bu məni narahat eləmir və düşünürəm ki, hətta çox rahatdır toxumaq səbəti. Yəni əlavə bir güc sərf etmədən rahat-rahat ilmələri çəkirəm və toxumağa davam edirəm. Bu, yəni belə səhərə qədər səbət toxusan, yenə də yorulmarsan. Misalı tam da bura düşür. Naxışlar da aydın özünü göstərir. Ən sonda hər iki ipdən toxuduğum səbəti sizlərlə paylaşacağım. Sadəcə olaraq adətən ikinci sıradan sonra 6 nömrə milçə ilə toxuyurdum. Hal-hazırda isə səbəti sona kimi böyük ehtimal ki 4 nömrə ilə toxuyacağım ipin nazikliyinə görə. Əsas məsələ belə iplərlə işləyərkən əlimizi sıxmamaqdır. Yəni sıx toxumasaq heç bir problem olmayacaq deməkdir. Amma sıx toxuyursunuzsa naxış bu qədər özünü gözəl göstərməyə də bilər. Və düşünürəm ki, bu ipdən hətta hər zaman penyədən çanta toxunmaz deməyimə baxmayaraq, sırf bu penyədən çantada toxumaq olar. Ola bilsin ki, rəylərdə bunu yazsanız, mən bu fikri də reallaşdıra bilərəm. Sizlər üçün toxuyub, paylaşıb, orada da fikir bildirə bilərəm ki, çantada necə alınır bu ip. Səbəti toxuyarkən səbətin içə doğru meyilləndiyini görürəm. Bəlkə də başqa naxışla toxsam bu hal olmaz. Ancaq mənim sifarişim bu naxış üzrə olduğu üçün qərara gəldim ki, səbəti bir qat deyil, 2 qatı ilə toxuyaq. Bunun üçün də səbətin ipin içindən belə ipin özünü çıxartdım ki, sapım 2 qat olsun əlimdə və başlayıram sıfırdan yenə 2 qat olaraq toxumağa. 2 qat olaraq ipi götürürəm və toxuyuram. Yəni bəzən müştərilər sırf hansısa bir rəngi istəyir və biz o zaman o rəngdə toxumalıyıq. Yəni məsələ bu rəngi olmasa, misal üçün bəlkə bugün bu ipi test etməzdim. Ancaq mənə də maraqlıdır ki, məsələn bu ipin çox gözəl rəngləri var. Hansı ki digər penye iplərdə bugünə kimi heç görməmişəm. Yəni 5 tonlarında çox gözəl rəngləri var. Həmən onlarla səbət toxusaq necə olar? Hansı ki bu rənglər həmişə arzu olunmuşdur. 2 qat toxuyanda daha belə qəşəng görünür. Deyərdim ki, sözün əsl mənasında bu artıq başqa məsələdir və artıq 6 ilə toxuyuram. Yəni sapı 2 qat eləyib toxumaq çox səliqəli və yəni baxın naxışların fərqinə, yəni möhtəşəm. Həm bu rəng, həm bu naxış və 2 qat. Yəni yenə də rahat toxunur 2 qat olmasına baxmayaraq. Yəni möhtəşəm. Necə deyərlər, gözəl dəyər bu ipə. Bu qiymətə, yəni belə işləmək çox gözəldir.
İndi əsas məsələ nədir mənim üçün burada önəmli olan? Bir ipdən iki səbətin ikisini də toxuya biləcəmmi? Mənə bu maraqlıdır. Gəlin davam edək. Həqiqətən də hər sıra daha da gözəl olur. Baxın, burada tək qatdan toxumuşam, burada isə iki qatdan toxuyuram. Burada tək qatdan və naxışların arasında fərq möhtəşəm. Davam edək toxumağa. Səbətin biri artıq hazırdır. Baxın, belə. İndi ikincisinə başlayırıq. İkincini toxumağa başladım və ipin içində bir sürpriz qarşıma çıxdı. Belə bir düyüm. Bunu gözləmirdim. Və beləliklə səbətlərim hazırdır hər biri. Baxın, 2 ədəd belə səbət çıxdı. Bu 15 santimdir eni, bunun isə 12 santimdir. Belə bir-birinin içinə qəşəng keçir. Can sağlığına işlətsin. Digər səbətim 20 santimlikdir. 20-nin 15-ə. Səbətləri qoyaq kənara. İndi isə ip haqqında danışaq. Bu ip biskvit ipidir. İp mağazasında satılır. Yenə alıb yenə istifadə etməyə niyyət edirəm. Çünki toxuyarkən hər şeydən öncə əllərim yorulmadı. Bu isə mənim üçün çox önəmlidir. Çünki çox səbət toxuyuram. İp haqqında qısacası desək, material 100% pambıqdır. Ondan sonra baxın, burada da digər məlumatlar yazılıb və ən əsası Rusiyanın məhsuludur. Mənim bir xəyallarımdan biri idi ki, uzun müddət bu ipi arzulamışam istifadə etmək ki, Azərbaycanda satışda olmayanda hal-hazırda sadəcə ip mağazasındadır. Sifariş etdiyiniz zaman çatdırılma edirlər. İpdən qalan hissə bu qədərdir. Səbətlərə özünüz baxın, yəni bu şəkildə qiymətləndirə bilərsiniz. Başqa hansı məhsulu istifadə edib fikir bildirməyimi istəyirsiniz? Mən burada heç kəsin məhsulunu nə tərifləmirəm, nə pisləmirəm. Sadəcə özüm istifadə etdiyim məhsullar haqqında həm tələbələrimə, həm də izləyicilərimə məlumat verirəm. Növbəti video nə haqqda olsun, şərhlərdə bu barədə yazmağınızı istəyirəm. Hələlik.